hər bir adama ən azından 3 dənə ad verilər. Birinci ad dünyaya gələndə verilən addır. Yəni, valideynin uşağa qoyduğu ad. İkinci ad, o insanın həyatında davranışı ilə qazandığı addır. Ki, ona deyərlər ləqəb. Özün necə apararsa, onda daha çox nə görükərsə, o ləqəbi ona verərlər. Üçüncü ad, övlad dünyaya gələndən sonra övladın adı ilə o kişiyə verilən addır. Məsələn, Həzrəti Əli əleyhissalamın adı nədir? Əli. Ləqəbi, məsələn, Murtəza. Murtəza o şəxsdir ki, həm Allah ondan razıdır, həm o Allahdan razıdır. Bir cür yaşayıb ki, bu ləqəbi qazanır. Övladı dünyaya gələndən sonra üçüncü adı nədir? Əbəl Həsən, yəni Həsənin atası. Buna deyərlər künyə. Övladın adı ilə verilən ad, mən doğru deyirəm.